Müqəddəs kitabı oxuduqdan sonra daha çox maraqlandım. Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Tanrı yalnız birdir, Atadır. Bəs onda nə üçün müqəddəs kitab deyir, öz surətimizə görə insanı yaradaq? Yaradılışdakı əbiz özlükdəki ataya, oğula və müqəddəs ruha aiddir. Müqəddəs kitab alimləri bu qənaətə gəlirlər. Bununla belə onların yaradılışdakı əbiz ata, oğul və müqəddəs ruhdan ibarət üç şəxsə işarə edir iddiası, onların xristianlığın əsas həqiqətlərindən biri olan üzvlük haqqında yetərli anlayışa malik olmadıqlarını göstərir. Bir aktyorun ata, oğul və həkim rollarını oynadığı monodram haqqında düşünək. Bir aktyorun üç rolu oynadığı monodram kimi. Ata Tanrı, ata dövründə Yehova adı ilə ata rolunu, oğul dövründə isə adı ilə oğul rolunu və müqəddəs ruh dövründə müqəddəs ruh rolunu yerinə yetirdi. Hər dövrdə Tanrı fərqli bir ad və fərqli bir görünüşlə görünsə də, o yalnız bir Tanrıdır, Ata. Ata Tanrı, oğul Tanrı və müqəddəs ruh Tanrı bir Tanrıdır, Ata. Bu, xristianlığın əsas həqiqətlərindən biri olan üzvlükdür. Bəs onda nə üçün yalnız bir olan Ata Tanrı biz dedi? Neçə Tanrı var? Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Müqəddəs kitaba görə kişi və qadın Tanrının bənzərində yaradılmışdır. İnsanın varlığı Ata Tanrının varlığını sübut edir. Bəs Tanrının bənzərində yaradılmış qadın haqqında nə demək olar? O, sübut edir ki, ana Tanrı var. Bizdə təkcə kişi obrazı olan Ata Tanrı deyil, həm də qadın obrazı olan ana Tanrı var. Bununla belə, ana Tanrıya inanan kilsə yoxdur. Müqəddəs kitab ana Tanrının varlığını təsdiq etdiyi halda, nə üçün ana Tanrıya inanan bir kilsə yoxdur? Həqiqət həmişə yaxındadır. Əvvəldən Ata Tanrı ilə birlikdə göyləri və yeri yaradan ana Tanrı müqəddəs ruh dövründə cismani olaraq zuhur etdi və müqəddəs kitabın peyğəmbərliyinə görə əbədi həyat verir.